Salam dostlar, hər kəsi yenidən Texnoada YouTube kanalında xoş gördük. Bu dəfəki mövzumuz konnektorlar haqqında olacaq. Yəni bağlayıcılardan danışacağam. Bağlayıcılar nə üçün istifadə olunur? Bağlayıcıların funksiyası nələrdir? Hansı növ bağlayıcılar var? Bu haqqda danışacağam. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın. Konnektorlar, yəni bağlayıcılar, elektron qurğular, kompüter komponentləri, şəbəkə cihazları və müxtəlif kabel sistemləri arasında fiziki əlaqə yaratmaq üçün istifadə olunan interfeysdir. Sadə dildə desək, konnektor iki və ya daha çox cihazın bir-biri ilə məlumat, enerji və ya siqnal mübadiləsi aparmasını təmin edən hissədir. Konnektorların əsas vəzifəsi məlumat, elektrik enerjisi, səs və görüntü, yəni audio və video ötürülməsidir. Bu sadaladığım məlumatlar hansı növ konnektorlar vasitəsilə ötürülür? Bunlar haqqında danışacağam. Konnektorları bir neçə kateqoriyaya bölə bilərik. Bunlar hansı kateqoriyalardır? Network konnektorlar, yəni şəbəkə konnektorları, USB konnektorlar, video konnektorlar, audio konnektorlar, SATA konnektorlar və power konnektorlar, yəni enerji konnektorları. Bu haqda hər bir haqqında məlumat verəcəm. Network konnektorlar şəbəkə kabelinin sonuna taxılan və məlumatların bir cihazdan digərinə ötürülməsini təmin edən fiziki interfeysdir. Şəbəkə bağlayıcıları şəbəkə cihazlarını bir-birinə bağlamaq, məlumat ötürülməsini təmin etmək, stabil və etibarlı əlaqə yaratmaq və kabelin porta düzgün qoşulmasını təmin etmək üçün istifadə olunur. Network konnektorlarda müəyyən qruplara bölünür. Bu qruplar Cooper konnektorlar, yəni mis kabel konnektorlar, mis kabel tipli konnektorlar, fiber optik konnektorlar, yəni şüşə kabel tipli konnektorlar, koaksial konnektorlar və SFP modul konnektorlar. Cooper konnektorlar, yəni mis kabel tipli konnektorların özü də iki hissəyə bölünür. Bu tip konnektorlar EJ45 konnektor və EJ11 konnektorlarıdır. EJ45 konnektorları helpdesk, yəni IT sahəsində helpdesk əməkdaşları arasında ən çox eşidilən və istifadə olunan konnektor növləridir. CAT 5, CAT 6, CAT 6A, CAT 5Y, CAT 7, CAT 8 tipli kabellərdə istifadə olunur. Kompüterlər, switchlər, routerlar, access pointlər və server avadanlıqlarında istifadə olunan kabel tipləridir. 8 pindən, yəni 8 mis kabeldən ibarətdir. 10 megabitdən 40 gigabitə qədər sürət ötürülməsini dəstəkləyir. Kabel növlərinə görə də sürəti müəyyən məsafəyə qədər ötürə bilir. 100 metr və 100 metrdən biraz çox məsafəyə ötürmə qabiliyyətinə malikdir. EJ45 konnektorlarının vurulma qaydası və standartları da vardır. EJ45 tipli kabellər ən məşhur standartları T568A və T568B'dir. Yəni bunlara helpdesk əməkdaşları, IT əməkdaşları A və B standart kabellərdə deyirlər. Bunu eşidə bilərsiniz. A standart və ya B standart deyilir. Ən geniş yayılmış standart B standartı, yəni T568B istifadə olunur. A standartı isə cross kabel də adlandırılır və iki eyni avadanlıq arasında qoşula bilir. Bu nə deməkdir? Yəni cross kabel iki eyni avadanlıq, yəni routerla router, switchlə switch, kompüterla kompüter arasında bağlantı yarada bilər. Hətta cross kabel vasitəsilə biz iki kompüter arasında bağlantı yaradıb məlumat ötürmə də edə bilərik. Bir kompüterdən digərinə fayl və yaxud da digər məlumatları da ötürə bilərik. Düzdür, bu köhnə texnologiyadır. Biraz vaxt alır. Hətta belə deyim, evdə internetin sürətindən də asılı olur bu faylların köçmə vaxtı. Amma əvvəllər istifadə olunub və bu tip konnektorlar və bu 568A və B standartlarında vurulma qaydası vardır və biz bu kabellərin vurulması üçün jacker deyilən jack vuran alətdən istifadə edirik. Şəkildə də jack vuranın şəkli əks olunmuşdur. Proskit və başqa firmaların da jackerları, yəni jack vuran alətləri vardır. İndi isə bu standartlar haqqında danışaq. A standartı və B standartı haqqında.
Ümumiyyətlə biz Ethernet kabel dediyimiz Cat 5Y, Cat 6 və s. tipli kabellərdə üzərində olan qoruyucunu soyduğumuz zaman həmin kabelin içində 8 pindən, yəni 8 mis kabeldən ibarət bir kabel görmüş oluruq və burada rənglər var, müxtəlif rənglər. Bu rənglər ağ-yaşıl, yaşıl, ağ-narıncı, mavi, ağ-mavi, narıncı, ağ-qəhvəyi və qəhvəyi rənglərdə olur. A və B standartlarını bir-birindən fərqləndirən özəlliyi isə bu rənglərin fərqli standartlarla vurulmasıdır. A standartı vuran zaman, yəni cross kabel vuran zaman biz Cat 5, Cat 6 və yaxud digər kabeli soyduğumuz zaman rəngləri A standartında bu ardıcıllıqla düzürük. Ağ-yaşıl, yaşıl, ağ-narıncı, mavi, ağ-mavi, narıncı, ağ-qəhvəyi və qəhvəyi. Bu şəkildə düzən zaman ERJ45 konnektoruna daxil edirik və Jacker vasitəsilə sıxdığımız zaman biz artıq A standartda şəbəkə kabeli yaratmış, şəbəkə kabeli hazırlamış oluruq. B standartında isə rənglərin yeri fərqli olur, rənglərin yeri dəyişdirilir, hansı rənglərdən istifadə olunur və necə düzülür. B standartda ağ-narıncı, narıncı, ağ-yaşıl, mavi, ağ-mavi, yaşıl, ağ-qəhvəyi və qəhvəyi. Biz bu 8 rəngi düzdükdən sonra ERJ45 konnektoruna daxil edirik və yenə də ERJ45 kabelinin başını Jackerla, yəni jack vuranla sıxdığımız zaman artıq biz B standartda şəbəkə kabeli hazırlamış oluruq. ERJ11 konnektorlar əsasən telefon xətlərində istifadə olunur. ERJ45-ə çox oxşuyur. Sadəcə ölçü olaraq ERJ45-dən kiçikdir. 4 və ya 6 pinli olur. ERJ45 8 pindən ibarətdir. ERJ11-lər isə 4 və ya 6 pinli olur. DSL internet xidmətlərində istifadə olunurdu. Artıq DSL xidməti istifadə olunmadığı üçün yalnız telefonlara qoşulu olduğunu görə bilərik. Şəkildə də ERJ11-in konnektoru və ERJ11 tipli konnektora bağlanan kabelin növünü görürsünüz. Burada isə ERJ11 və ERJ45-in şəkilləri əks olunmuşdur. Burada da gördüyünüz kimi bir-birindən ölçü olaraq fərqlənirlər. Bu da birinin 6 və 4, digərinin isə 8 pindən ibarət olmasından asılıdır. Fiber optik konnektorlar haqqında danışaq. Fiber optik konnektorlar, bu tip konnektorlar fiber optik kabellərdə istifadə olunur. Bu kabellərdə məlumatlar mis simlər vasitəsilə deyil, işıq siqnalları vasitəsilə ötürülür. Çox yüksək sürətə və həmçinin uzun məsafəli sürət ötürmə gücünə malikdir. Üstün cəhətləri olduğu kimi, təbii ki, mənfi cəhətləri də var. Bu tip kabellər əyildiyi zaman, yəni deformasiyaya uğradığı zaman içində olan şüşələr zədələnir və qırılma baş verir. Switchlərdə uplink kimi istifadə olunur, server bağlantılarında istifadə olunur. Fiber optik konnektorlar özləri də 4 növə ayrılır. Bu növlər LC konnektor, Lucent konnektorlar, müasir məlumat mərkəzlərində ən çox istifadə olunan fiber konnektorlardan biridir. Kiçik ölçüyə malikdir. Push-pull mexanizminə malikdirlər. Push-pull mexanizmi nədir? Konnektorların üzərində sıxma, yəni şpılka tipli bir mexanizm var. Basıb içəri daxil edirik avadanlığa və ya basıb rahat şəkildə avadanlıqdan çıxarda bilirik. Yüksək sıxlıqlı bağlantılar üçün idealdır. SC konnektorlar, subscribe konnektor kvadrat formalıdır, qoşulması asandır və telekommunikasiya sistemlərində geniş istifadə olunur. Hətta internet provayderlar, routerları artıq bu tip konnektorlardan istifadə edərək internetlə təmin edirlər. Yəni biz əvvəllər evimizdə internet provayderdan internet alan zaman internet provayder əməkdaşı bizim evdə router və ya modemimizə interneti Ethernet kabellərlə, yəni şəbəkə kabelləri vasitəsilə təmin edirdi internet evimizdə. İndi isə artıq modem və routerlara birbaşa fiber optik kabelləri də qoşub internetlə təmin etmək mümkündür. SD konnektorlar, yəni straight tip konnektorlar dairəvi formadadır. BNC tipli kilidləmə mexanizminə malikdir. BNC tipli kilidləmə mexanizmi nədir?
BNC nədir? Bununla bağlı növbəti ilərləyən videolarda şəbəkə avadanlıqları haqqında danışan zaman məlumat verəcəm. Köhnə şəbəkələrdə istifadə olunur. FC konnektorlar ferro konnektor vidalı mexanizmə malikdir. Vibrasiyaya qarşı dayanıqlıdır. Sənaye mühitlərində istifadə olunur. Vidalı mexanizm dedikdə nə nəzərdə tutulur? Yəni şurup mexanizminə malikdir. Avadanlığa taxan zaman şurup şəklində fırladaraq bağlaya bilirik avadanlığa. Koaksial konnektor. Bu tip konnektorlar əvvəllər Ethernet şəbəkələrində istifadə olunurdu. Hal-hazırda bu konnektorlar CCTV sistemlərində istifadə olunur. Yəni televiziya yayımı sistemlərində istifadə olunur. Evlərimizdə də hər hansı bir TV yayımı xidməti göstərən şirkətlər varsa, bu həmin TV yayımını məhz koaksial kabellər vasitəsilə bizə təmin edirlər. SFP konnektorlar, SFP modullar şəbəkə avadanlıqlarında istifadə olunan, çıxarıla bilən transceiver moduldur. Bu modul switch, router, media konverter və serverlərdə yerləşən SFP portlarına qoşularaq məlumatların mis kabel və ya fiber optik kabel vasitəsilə ötürülməsini təmin edir. SFP modullar şəbəkə administratorlarına avadanlığı dəyişmədən müxtəlif növ bağlantılar qurmağa imkan verir. Əslində SFP bir konnektor deyil, transceiver moduludur. Transceiver sözü transmitter, ötürücü və receiver, qəbul edici sözlərinin birləşməsindən yaranmışdır. Modul həm məlumatı göndərir, həm də qəbul edir. SFP modul daxil olan elektrik siqnallarını işıq siqnallarına çevirərək fiber optik kabel vasitəsilə ötürür. Qarşı tərəfdəki SFP modul isə işıq siqnallarını yenidən elektrik siqnallarına çevirir. Mis kabel istifadə olunan SFP modullarında isə elektrik siqnalları birbaşa RJ45 portu vasitəsilə ötürülür. Bu texnologiya sayəsində kilometrlərlə uzaq məsafədə yerləşən cihazlar arasında yüksək sürətlə əlaqə yaratmaq mümkündür. 1 gigabitdən 100 gigabitə qədər sürətə malikdir. İndi isə USB konnektorlar haqqında məlumat verəcəm. USB konnektorlar kompüterlər, notebooklar, telefonlar, printerlər, xarici yaddaş qurğuları və digər elektron cihazlar arasında məlumat ötürülməsi və enerji təminatı üçün istifadə olunan ən geniş yayılmış bağlantı standartıdır. USB texnologiyası ilk dəfə 1996-cı ildə yaradılmış və zamanla müxtəlif sürətlərə, ölçülərə və funksiyalara malik yeni versiyalarla inkişaf etdirilmişdir. USB konnektorların da fərqli növləri var. Bu növlər hansılardır? Bu növlərə aiddir USB Type-A, ən çox istifadə olunan USB növüdür. Düzbucaqlı formaya malikdir. Əsasən kompüterlərdə və adapterlərdə olur. Bir tərəfi qoşulur. Yəni, yalnız bir tərəfi qoşulur avadanlığa. USB 1.0-dan USB 3.2-yə qədər dəstəkləyir. Keyboard, mouse, USB flash, printer, xarici sərt disklər kimi avadanlıqlarda istifadə olunur. USB Type-B tipli konnektorlar daha çox printer və sənaye avadanlıqlarında istifadə olunur. Kvadrat formaya malikdir və əsasən cihazın üzərində olur. Yəni bu tip USB konnektorlar giriş yuvası cihaz tərəfdə olur. Printerlər, skanerlər, audio interfeyslərdə istifadə olunur. Mini USB-lər, bu tip konnektorlar mobil cihazların ilk dövrlərində istifadə edilirdi. USB Type-A-dan kiçikdir, 5 pinli quruluşa malikdir, köhnə rəqəmsal kameraları, GPS cihazları, MP3 playerlərdə istifadə olunurdu. Hazırda demək olar ki, istifadə edilmir. Micro USB konnektorlar uzun illər Android telefonların standart portu olub, mini USB-dən daha kiçikdir. USB 2.0 və USB 3.0 versiyaları mövcuddur. Kiçik ölçülərə malikdir. Android telefonlarda, powerbanklarda, Bluetooth cihazlarında və kameralarda istifadə olunur. USB Type-C ən məşhur, ən çox yayılmış USB konnektor növüdür. Hər iki tərəfdən qoşula bilir. Yəni hər iki ucuda görüntü və ya enerji ötürə bilir. Simmetrik quruluşa malikdir. USB 4 və Thunderbolt dəstəkləyə bilir. Bu haqda da daha sonraki slaytda məlumat verəcəm Thunderboltlar haqqında.
yüksək enerji ötürə bilir, 240 volta qədər enerji ötürmə gücünə malikdir. Video, audio və məlumat ötürülməsini dəstəkləyir. 40 gigabit və ya daha yüksək sürət ötürməyə malikdir. Smartfonlarda, laptoplarda, monitorlarda, oyun konsollarında, planşetlərdə istifadə olunur. İndi isə video konnektorlar haqqında danışaq. Video konnektorlar görüntü siqnallarını bir cihazdan digərinə ötürmək üçün istifadə olunan fiziki interfeyslərdir. Kompüterlər, monitorlar, televizorlar, proyektorlar, oyun konsolları, təhlükəsizlik kameraları və digər multimedia avadanlıqlarında geniş istifadə olunur. Video konnektorların əsas məqsədi görüntü məlumatını yüksək keyfiyyətlə və minimum itki ilə bir cihazdan digərinə çatdırmaqdır. Video konnektorlarında müxtəlif növləri var. Video konnektorlar müxtəlif növ konnektorlara bölünür. Bunlardan biri VGA, Video Graphic Array texnologiyasıdır. Kompüterlər, monitorlar və proyektorlar arasında görüntü siqnallarını ötürmək üçün istifadə olunan analog video interfeys standartıdır. VGA 1987-ci ildə IBM şirkəti tərəfindən təqdim edilmiş və uzun illər ərzində kompüter sənayesində ən geniş istifadə olunan görüntü bağlantılarından biri olmuşdur. VGA texnologiyası xüsusilə LCD monitorlar və rəqəmsal görüntü interfeysləri yayılmamışdan əvvəl standart video bağlantısı hesab edilirdi. Hal-hazırda isə əsasən kompüterlarda, monitorlarda, proyektorlarda və sənaye avadanlıqlarında istifadə olunur. VGA analog siqnal texnologiyasından istifadə edir. Kompüterdə yaradılan görüntü analog elektrik siqnalları şəklində monitora ötürülür. Monitor isə bu siqnalları emal edərək ekranda təsvir yaradır. Müasir HDMI və DisplayPort texnologiyasından fərqli olaraq VGA rəqəmsal deyil, analog məlumat ötürür. Bu səbəbdən uzun məsafələrdə və yüksək keyfiyyətli görüntülərdə müəyyən siqnal itkisi yarana bilər. VGA konnektoru adətən mavi rəngdə olur və 15 pinli DSAP DY15 konnektorundan istifadə edir. Pinlər hərəsində 5 ədəd olmaqla 3 sıradan ibarət olur. VGA yalnız görüntü ötürmək qabiliyyətinə malikdir, səs siqnallarını ötürə bilmir. Digər video görüntü ötürmə konnektoru isə DVI-dir, Digital Visual Interface. Bu tip konnektorlar kompüterlər, monitorlar və digər görüntü cihazları arasında yüksək keyfiyyətli video siqnallarının ötürülməsi üçün hazırlanmış rəqəmsal görüntü interfeysidir. DVI VGA-dan sonra 1999-cu ildə rəqəmsal monitorların inkişafını dəstəkləmək məqsədi ilə yaradılmışdır və uzun müddət VGA ilə HDMI arasında keçid texnologiyası kimi istifadə edilmişdir. Yəni bu nə deməkdir? HDMI tipli konnektor kəşf olunana kimi, istehsal olunana qədər DVI VGA-dan sonra yaradılmış və VGA-da çatışmayan özəlliklərin təkmilləşdirilərək daha yüksək performans verməsi üçün sırf DVI konnektorundan istifadə edilmişdir. DVI texnologiyasının əsas məqsədi VGA-nın yaratdığı görüntü keyfiyyəti problemlərini aradan qaldırmaq və monitorlara daha dəqiq rəqəmsal görüntü ötürmək olmuşdur. Qısa şəkildə desək, adından da bəlli olduğu kimi DVI kompüterin video kartı ilə monitor arasında görüntü siqnallarını ötürən bir bağlantı standartıdır. Bu interfeys əsasən VGA kimi video məlumatlarının ötürülməsi üçün nəzərdə tutulmuşdur. Audio məlumatlar VGA-da olduğu kimi DVI-də də ötürülmə qabiliyyətinə malik deyil. DVI iki formada işləyə bilir. Rəqəmsal siqnalları ötürə bilir və analog siqnalları ötürə bilir. İndi isə HDMI konnektorlarından danışaq. HDMI High Definition Multimedia Interface deməkdir. Adından da göründüyü kimi yüksək keyfiyyətli rəqəmsal audio və video siqnallarının bir kabel vasitəsilə ötürülməsini təmin edən müasir bağlantı standartıdır. HDMI 2002-ci ildə bir neçə böyük elektronika şirkətinin əməkdaşlığı nəticəsində yaradılmış və qısa müddətdə VGA, DVI və digər köhnə görüntü interfeyslərinin yerini almağa başlamışdır. Bu da nə deməkdir? HDMI həm səs və həm də görüntü ötürdüyü üçün artıq DVI və VGA-dan sonra yaradılmış və daha çox istifadə olunan konnektor növüdür.
bağlayıcı növüdür. Günümüzdə HDMI televizorlar, monitorlar, kompüterlər, oyun konsolları, proyektorlar, media playerlər və digər multimedia cihazlarında ən çox istifadə olunan video bağlantı texnologiyasıdır. Qısa şəkildə desək, HDMI müxtəlif cihazlar arasında yüksək keyfiyyətli görüntü və səs ötürmək üçün istifadə olunur. 19 pindən ibarətdir. Kabelin uzunluğu görüntü ötürülməsində vacibdir. Kabel uzunluğu nə qədər qısa olarsa, daha keyfiyyətli görüntü ötürmə və daha keyfiyyətli səs ötürmə funksiyasına malik olur. Kabelin uzunluğu daha çox olarsa, bu zaman görüntü ötürülməsində itkilər olması qaçınılmazdır. HDMI həm ev şəraitində, həm də peşəkar multimedia sistemlərində istifadə üçün ideal seçimdir. HDMI-nin müxtəlif növləri və versiyaları vardır. HDMI növlərinə HDMI Type A, yəni standart HDMI, Mini HDMI, yəni Type C və Micro HDMI, yəni Type D növləri aiddir. HDMI versiyaları isə HDMI 1.0, HDMI 1.4, HDMI 2.0 və HDMI 2.1 versiyaları aiddir. Digər konnektor növü isə, video konnektor növü isə DisplayPortdur. Kompüterlər, monitorlar və digər görüntü cihazları arasında yüksək keyfiyyətli rəqəmsal video və audio siqnallarını ötürmək üçün hazırlanmış müasir interfeys standartıdır. DisplayPort 2006-cı ildə VESA, yəni Video Electronics Standards Association tərəfindən yaradılmışdır və xüsusilə kompüter monitorları üçün nəzərdə tutulmuşdur. DisplayPort müasir texnologiyalarda HDMI ilə birlikdə ən geniş istifadə olunan görüntü interfeyslərindən biridir. Yüksək band genişliyi, yəni görüntü əks etdirmə xüsusiyyətinə malikdir. Yüksək yenilənmə tezliyi, yəni refresh rate, 4K və 8K görüntü ötürülməsini dəstəkləyir. Ən böyük özəlliyi isə birdən çox monitorun qoşulması mümkündür. Bu konnektor sayəsində, yəni birdən çox monitorları bir-biri ilə birləşdirə bilərik, bağlantı yarada bilərik. 144 Hz-dən 500 Hz və daha yüksək tezlik ötürmə xüsusiyyətinə malikdir. DisplayPortlarında HDMI kimi fərqli növləri və versiyaları mövcuddur. DisplayPortun növlərinə standart DisplayPort və Mini DisplayPort aiddir. DisplayPort versiyaları isə DisplayPort 1.1, 1.2, 1.4, 2.0 və 2.1 versiyaları aiddir. Thunderbolt konnektorlar növbəti video konnektorlardan biridir. Yüksək sürətli məlumat ötürülməsi, video siqnallarının daşınması və enerji təminatı üçün hazırlanmış universal bağlantı texnologiyasıdır. Bu texnologiya ilk dəfə Intel və Apple tərəfindən birgə hazırlanmış və 2011-ci ildə istifadəyə verilmişdir. Thunderbolt müasir kompüterlərdə ən güclü interfeyslərdən biri hesab olunur. O, eyni kabel vasitəsilə məlumat, görüntü, səs və hətta enerji ötürə bilir. Bu səbəbdən peşəkar istifadəçilər, video montajçılar, qrafik dizaynerlər və yüksək performans tələb edən sistemlər üçün ideal seçimdir. Thunderbolt konnektorların versiyalarına görə məlumat ötürmə sürətləri də fərqlidir. 10 gigabitdən 120 gigabitə qədər sürət ötürməyə malikdir. Thunderbolt konnektorlar vizual olaraq Type-C konnektorlara bənzəsələr də, Thunderbolt konnektorların üzərində ildırım işarəsi, yəni power işarəsi olur və bu da həmin konnektorun qoşulduğu avadanlığı enerji ilə təmin etməsini bildirən bir özəlliyidir. Yeni nəsil laptoplar artıq Thunderbolt konnektor kimi istehsal edilir. Thunderbolt konnektorlarında 1, 2, 3, 4 və 5 versiyaları mövcuddur. SATA konnektorlar haqqında məlumat verəcəm. SATA konnektorlar kompüterlərdə məlumat saxlama qurğularını ana plata ilə əlaqələndirmək üçün istifadə olunan standart interfeysdir. SATA texnologiyası əsasən sərt disklər və ya optik qurğuların, yəni HDD, SSD və ya DVD, CD, Blu-raylərin kompüterə qoşulmasını təmin edir. Biz bu konnektorlar vasitəsilə sadaladığımız avadanlıqlarla ana plataya qoşaraq əlaqə yaradırıq. SATA texnologiyası köhnə
PATA, yəni paralel ATA standartını əvəz etmək üçün hazırlanmışdır. PATA ilə müqayisədə SATA daha yüksək sürət, daha nazik kabellər, daha yaxşı hava dövranı və daha asan quraşdırma imkanı təqdim edir bizə. SATA konnektor iki əsas funksiyanı yerinə yetirir. Yəni sadə dildə desək, sərt disk və ya optik qurğularda olan məlumatların ana plata ilə mübadiləsini təmin edir. Buna SATA Data Connector deyilir. Digər funksiyası isə enerji təminatıdır. Diskin işləməsi üçün enerji blokundan elektrik enerjisi ötürür. Buna isə SATA Power Connector deyilir. Burada disk dediyimiz nəzərdə tutduğumuz, yəni hard disklərdir və ya optik qurğular CD, DVD-nin işləməsini məhz SATA Power Connector vasitəsilə təmin olunur. SATA konnektorların da müxtəlif növləri vardır. Bunlara standart SATA, external SATA, M-SATA, yəni mini SATA növləri aiddir. SATA konnektorlar həm ana plata üzərində qoşulma imkanı yaradır, həm də eksternal, yəni xaricdən daha doğrusu belə desək, bizim hard disklərimizin, sərt disklərimizin qoşulmasını və onların işə düşməsi üçün lazımlı olan konnektor növüdür. Hörmətli izləyicilər, konnektorlar, yəni bağlayıcılar haqqında videomuz bu qədər. Növbəti videoda görüşənə qədər kanala abunə olmağı və daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın.